Demək, bugün bizim mövzumuz nədir? Sadə cümlənin şəxsə görə növləri. Bax, sadə cümlənin var, məqsəd və intonasiyaya görə növləri. Məqsəd və intonasiya görə. Var, sadə cümlənin şəxsə görə növləri. Əvvəlcə, sadə cümlənin bir tərkini yadımıza salaq. Deyirik, yalnız bir qrammatik əsası olan cümlələrə sadə cümlələr deyilir. Qrammatik əsas deyərkən söhbət gedir, mübtada xəbərdir. Bir mübtadası, bir xəbəri olan cümlə olur sadə cümlə. İndi biz bu sadə cümlənin baş üzvlərin iştirakına görə, bax bu sadə cümlə. Baş üzvlərin iştirakına görə sadə cümləni bölürük. Mübtada əsasında formalaşan, mübtəda, xəbər əsasında formalaşan, sadə cümlələr. Mübtada əsasında formalaşan sadə cümlələrin içərisində xəbər olmur. Bax bu olmur. Bir dənə olur təkcə mübtada. Biz belə cümlələrə deyirik adlıq cümlələr. Adını yazıram. Adlıq cümlələr. Adlıq cümlələrdən biz harada istifadə edirik? Bədii əsərlərdə. Bədii əsərlərdə. Adlıq cümlələrdən gündəlik nitqimizdə məişət üslubunda istifadə eləmirik. Bu cümlələr obrazlı cümlələrdir. Bu cümlələrdə əsəri daha oxunaqlı etmək üçün, əsərin ifadəliyini artırmaq üçün istifadə edirik. Bu bilirsiniz nəyə bənzir? Testdə nəyə götürərsiniz? Testdə nəyə götürərsiniz? Eynən bənzir söz və söz birləşmələrini. Söz və söz birləşmələrinə sadəcə fərqi nədir onlardan? Burada nöqtə qoyuruq. Adlıq cümlələrdə işlənilən durğu işarəsi bax 3 nöqtədir. Əslində bu qoyulmalıdır. Amma testlərdə bir nöqtə ilə də verir. Məsələn, əsər Ənvər Məmmədxanlının Buz heykəl əsəri var. O əsər belə başlayır. Deyir, 1941-ci ilin sonu. 3 nöqtə. 1941-ci ilin sonu. Şaxtalı bir qış. Arxasınca cümlə bu gəlir. Şaxtalı bir qış. 3 nöqtə. Bax, belə baxsa bir ədat. Bir ədatdır. Şaxtalı qış birinci növ ismi birləşmədir. Arasına biz demişik, birinci növ ismi birləşmələrinin arasına bir ədatı artıra bilərik. Bir ədatı artıra bilərik. Belə baxırsan ki, söz birləşmədir. 1941-ci il, bu birinci növ ismi birləşmədir. İlin sonu, bu da üçüncü növ ismi birləşmədir. Siflərli birləşmədir, çiçək. Belə baxırsan, söz birləşməsidir. Xəbər yoxdur. Bax, amma nöqtə qoymuşam. Nöqtə qoymuşam. Demək, bunu söz birləşmələrində fərqləndirən şey nədir? Nöqtənin qoyulması. Biz buna deyirik adlıq cümlə. Görürsünüz, əsər daha maraqlı olur. Amma fikir bitkinliyi də var, ha. Demək, mən əsəri oxuyanda mənə aydın olur ki, qış fəsli imiş, 1941-ci il imiş, hətta qış həmin vaxtda çox sərt keçir, şaxtalı bir qış imiş. Aydındır, bu cümlədə xəbər yoxdur. Nə? 1941-ci ilin sonu. Nə? Qış. Necə qış? Şaxtalı. Fikir verdinizmi? Adlıq cümlələrin içində ikinci dərəcəli üzvlərdən yalnız və yalnız təyin olur. Zərfliklə tamamlıq adlıq cümlələrin içində ola bilməz. Bax, sual düşür. Testlərdə sual düşür. Adlıq cümlənin içində hansı cümlədir? İkinci dərəcəli üzv hansı olmaz? Tamamlıqla xəbər. Niyə? Çünki orada xəbər yoxdur. Məlum məsələdir. Gəlin bu sxemi çəkək. Baş üz mübtada. Mübtada. Biz buna deyirik dominatus. Heç bir cümlə əzdən asılı deyil. Dominodur da bu. Dominatus. Sonra gəlir xəbər. Xəbər mübtadadan asılıdır. Xəbər. Tamamlıqla zərflik xəbərlə əlaqəyə girir. Fikir verirsiniz? Tamamlıq və zərflik. Tamamlıq və zərflik. Mübtada ilə tamamlıq, zərfliklə tamamlıq. Bax, testlərdə də düşür. Hansı cümlə əzləri bir-birinə əlaqəyə girmir? Ümumiyyətlə bir-birini görmür. Adiyyatı yoxdur. Mübtada tamamlıq, fikir verirsiniz, bir-birinə əlaqəsi yoxdur. Zərflik mübtada, bir-birinə əlaqəsi yoxdur. Tamamlıqla zərflik, mübtada, tamamlıq, zərflik. Bu üçü bir-birini görmür. Okean o üzündə biridir, bu tərəfində biridir. Fikrim çatıra bildim, bax belə yada saxlayın. İndi məntiqlə cümlədə xəbər yoxdursa, məlum məsələdir, zərfliklə tamamlıq olmayacaq. Çünki bu iki üz xəbərlə əlaqəyə girir. Demək, adlıq cümlənin içində ikinci dərəcəli üzdən yalnız və yalnız nə olur? Təyin. Adlıq cümlələr müxtəsər və geniş olur. Müxtəsər o deməkdir ki, o cümlənin içində təkcə mübtada olsun. Yəni, yalnız baş üzvlərdən ibarət olan cümləyə deyirik müxtəsər cümlə. İkinci dərəcəli üzvün iştirak etdiyi cümləyə deyirik geniş cümlə. Burada 1941-ci ilin sonu bu müxtəsər adlıq cümlədir. Müxtəsər adlıq cümlə. Bəli, müxtəsər adlıq cümlə. Çünki sadəcə mübtada var.
Amma şaxtalı bir qış bu geniş adlıq cümlədir. Çünki bunun içərisində təyin var. İkinci dərəcəmizdən biri təyin var. Yada qalar ümid edirəm. Və bu quruluşca cümlə əzvlərini keçəndə biz bunu vurğulamışıq. Sadə cümlə əzvi, mürəkkəb cümlə əzvi. Sözlə ifadə olunanda biz buna sadə cümlə əzvi deyirik. Söz birləşməsindən ifadə olunanda mürəkkəb cümlə əzvi deyirik. Bax, burada mənim mübtədam quruluşca sadədir. Qış. Quruluşca sadə mübtədadır. Nədən bildim? Sözlə ifadə olunur. Mənim təyinim də quruluşca sadə təyindir. Nədən bildim? Sözlə ifadə olunur. Amma birinci bu, 1941-ci ilin sonu bu mübtəda quruluşca mürəkkəb mübtədadır. Mürəkkəb, hardan bildim? Söz birləşməsindən ifadə olunur. Söz birləşməsindən ifadə olunur. Bura kimi sualı olan varmı? Aydın oldu hər şey. Kimin, bax bir şey dedim, o bir mövzuya keçməmiş. Kimin burada ümumiyyətlə izah etdiyim yerdə ona qaranlıq qalan bir şey varsa, başa düşmədiyi bir şey varsa anında əl qaldırsan, sual versin. Məndə geniş cümlədə sadəcə cümlələr olur. Hər bir baş üzvləri olur. Baş üzvlərin iştirak etmədiyi cümlə yoxdur. Belə bir şey mümkün deyil. Ona görə qrammatik əsas deyirik. Cümlənin içində ikinci dərəcəli üzv olmaya bilər. Amma baş üzvlərin olmamağı olacaq şey deyil. Hökmən deyil, ikisi də orada olmalıdır. Bax, bu cümlələrdə xəbər yoxdur. Amma ən azından ikisindən biri olmalıdır. Çünki o elə bil ki, belə deyim də, bax, otağın ana divarları, çöl divarıdır. O olmasa bina olmaz, uçaq. Bu ikinci dərəcəli ara kəsmələrdir. Olsa dolar, olmasa dolar. Fikrim çatıra bildi mi? Kimlərdə sual olsa versin. Bu mübtəda əsasında formalaşan idi, xəbəri yoxdur. Gəldik xəbər əsasında formalaşan sadə cümlələrə. Bunun 4 növü var. 1. Müəyyən şəxsli, müəyyən şəxs. Şəxs deyərkən, uşaqlar, bu da biz mübtədanı nəzərdə saxlayırıq. Müəyyən şəxsli, yəni bu cümlələrdə xəbər də var, mübtədam da var. Mübtəda müəyyəndir. İkinci, gəlir qeyri-müəyyən şəxsli. Qeyri-müəyyən. Qeyri-müəyyən şəxsli. Demək, şəxsli. Bu cümlələrdə mübtəda gizlədilir. Gizlədilir. Üçüncü, mübtəda olmur, nə də bərp etmək olmur. Bərp etmək olmaz. Ümumi şəxsli. Ümumi şəxsli. Ümumi şəxsli cümlələrdə ifadə olunan məna hər kəs üçündür. Hamıya aid. Hamıya aid. Dördüncü, şəxssiz. Şəxssiz yəni mübtədasız. Mübtədasız. İş orasıdır ki. Məsələn, bax, bunlarda da mübtəda olmur, amma bunları xəyalən bərp edə bilərik. Şəxssiz cümlələr elə bir cümlələrdir. Ora xəyalən belə mübtəda qoymaq mümkün. Olmur mübtəda. İndi bunların mənacə sxemini vermək istəyirəm. Buranı silim, burada tam aydınsa, onun biz böyük bir sxemini çəkək. Onu yaddaşda saxlayın, bir göz yaddaşına verin. Bu xəbər əsasında formalaşan sadə cümlə. Mübtədanı ya açıq şəkildə verir, ya gizlədir. Mübtəda ya var, ya ümumiyyətlə yoxdur. Bunun gəlində ayrıca sxemini çəkək. Bizə lazım olan nədir? Lövhəniz də maşallah, hayli-huylu lövhədir. Yaman əsəbidir, toxunan kimi səs edir. Nə var? Çox əsəbidir. Müəllimin oxşuyub da, mal yəyəsini oxşuyur. Yaxşı. 1. Bax, bu yazacağımı xüsusilə birdən orada söz əskib bıraxmırsınız. Murad, 32 diş meydandadır yenə. Deyirəm də gülürsən onu deyir. 32 diş meydandadır. 2, 3, 4. Murad dəftərini ayrıca yoxlayın. Bitim, gələm səni yoxlayın. Bitirim dərsi. Demək, müəyyən şəxsli. Mən yazdıqca siz də yazın. Mən yazdıqca siz də yazın. Qeyri-müəyyən şəxsli. Qeyri-müəyyən şəxsli. Ümumi şəxsli. Şəxssiz. Səssiz, səssiz. Bir dənə bir şey nəzər alın ki, mən təkəm, siz 40 nəfərsiz. Sakit. Müəyyən şəxsinin, burada bizə əsas xəbər lazımdır. Xəbərlər neçənci şəxsdir? Müəyyən şəxsə adı üstündə müəyyən. Əgər mənim mübtədam bəllidirsə, müəyyənsə, açıqca verirəmsə, demək ki, xəbər bütün şəxslərdə olur. Bütün şəxslər. Xəbər bütün şəxslərdə olur. Çünki mübtədanı açıq verir. Məsələn, mən gedirəm, sən gedirsən, o gedir, biz gedirik. Açıqca veririm mübtəda. Xəbər bütün şəxslərdə ola bilər. İkinci, qeyri-müəyyən şəxsi cümlə. Hamısının xəbərini yazıb onun üstündə çalışaq.
Qeyri-müəyyən şəxsli cümlənin xəbəri olur üçüncü şəxs cəmdə. Ümumi şəxsli cümlənin də xəbəri olur üçüncü şəxs cəmdə. Və ikinci şəxs tək. Şəxsiz cümlənin xəbəri olur üçüncü şəxs təkdə. Bax, ona görə həmişə deyirəm ki, hər şeyi vaxtında öyrənmək lazımdır. İndi mən şəxs əvəzlərini tanımıram. Mən səni o birisi şəxsləri tanımıram. Təbii ki, bunun ötəsindən gələ bilməyəcəyiz. Düzdür? İndi biz burada feilin şəxsiz növündən danışacaq. Onu bir də xatırlayacaq burada. Sən onu vaxtında yaxşı öyrənməmsən. Təbii ki, burada əziyyət çəkməlisən də. Ona görə hər şeyi vaxtında yaxşı öyrənmək lazımdır. Gəldik bura. Sonra, müəyyən şəxsli demək, cümlələrin xəbəri bütün şəxslərdə olur. Gəldik qeyri-müəyyən şəxs. Bax, bu ikisi o qədər oxşardır ki, hər ikisinin xəbəri üçüncü şəxs cəmdə olur. Hələ bu təki qoyuram bir tərəfə. Hələ ki bunu unudun, Qoy bunu silim, hələ ki bunu silim. Bundan danışım, sonra ona əlavə eləyərəm. Bax, ikisinin də xəbəri üçüncü şəxs cəmdə olur. İkisində də oxşar cəhət mübtada yoxdur. Mübtada olmur. Bu cümlələrdə mübtada yoxdur. Və xəbər üçüncü şəxs cəmdə olur. Bəs bunu necə seçək? Necə seçirsən? Ortaq cəhət yazıram. Mənasını. Baxın, buradan mən nümunələr üçün yer ayırıram. Bax, üçcə cümlə yazıram. Biri var deyirəm, məsələn, qızlar yaxşı rəqs etdilər. Gəlin. Qızlar nə etdilər? Rəqs etdilər. Kim rəqs etdi? Qızlar. Qızlar necə rəqs etdilər? Yaxşı. Bu da mənim təzər kəsəfim. Mənim mübtadamı açıqca verib. Qızlar üçüncü şəxs cəmdədir də. Qızlar, yəni onlar. Qızları götürsəm yerinə onlar qoya bilərəm. Mübtadamı açıqca verib. Baxın, bu müəyyən şəxsdə mübtadanı açıqca verib. İndi sildim. Oldu qeyri-müəyyən şəxs. Üçüncü şəxs cəmdə mübtadanı açıqca veribsə müəyyəndir. Verməyibsə qeyri-müəyyən. Kim çatıra bildim? Üçüncü şəxs cəmdə mübtada yoxsa qeyri-müəyyəndir. İndi yaxşı müəllim, bəs ümumidə də mübtada olmur. Orada da üçüncü şəxs cəm olur. O ikisini bir-birinə necə seçin? Mənasından seçirik. Məsələn, belə bir cümlə yazıram. Deyirəm, qaranlığa daş atmazlar. Bəli, bax mübtada yoxdur. Əslində onlar daş atmazlar, onlar atmazlar. Amma mübtada yoxdur. Xəbərim üçüncü şəxs cəmdədir. Diqqət eləyin, üçüncü şəxs cəmdədir. Mübtadam yoxdur. Bax, bu cümlədə də mübtada yoxdur. Burada da xəbər üçüncü şəxs cəmdədir. Burada da xəbər üçüncü şəxs cəmdədir. Amma mən buna qeyri-müəyyən deyirəm, buna ümumi deyirəm. Niyə? Mənası hamıya aiddir. Ümumi şəxsli cümlələrin mənası hər kəs üçündür. Qaranlığa daş atmazlar. Yəni, orada təhlükə ola bilər də. Hər kəs aiddir. İndi belə bir nümunə deyirəm. Deyin görüm, ümumidə yoxsa qeyri-müəyyən. Deyirəm, cücəni payızda sayarlar. Ümumi. Bu atalar sözünün mənasını kim bilmir? Cücəni payızda sayarlar nə deməkdir? Hansı məqamda işlədilir? Kim bunu başa düşmür mənasını? İbrahim, bu misal nə vaxt çəkilir? Aynı şey. Bu misal nə vaxt çəkilir? Məsələn, biz gedirik, yayda cücə alırıq. Yumurtadan çıxmış cücələr alırıq. 100 dənə cücə almışam, balaca belə. Yəni sən heç də rahat, tamamilə, cücənin kəsilmək vaxtı payızdır. O payıza kimi onun kəsilən vaxtına kimi yarısını pişik aparacaq, yarısını xəstəlikdən öləcək, yarısını quş aparacaq, yarısını qonşu oğrayacaq, düzdür? Sənin əlində 20 cücə qalmır. Yəni 100 cücə alanda heç də öyünmə ki, 100 cücəm var. Sən onu bir kəsilən vaxtda say, cücəni payızda say, əlində nə qalır? Ona bax. İndi bunun mənası hamıya aiddir da, atalar sözüdür, deyilmi? Demək ki, ümumidir. Başqa bir misal. Deyirəm, sifariş etdiyim kitabların hamısını gətirdilər. Onlar gətirdilər, mübtada yoxdur. Adi cümlədir, sıradan bir cümlədir. Oldu nə? Qeyri-müəyyən. Bəs mən bura, məsələn, uşaqlar sözü qoysam, uşaqlar onda olur müəyyən. Bəli, qeyri-müəyyən şəxsli cümlələrə mən bir dənə onlar sözünü açıqca yazsam, olur müəyyən. Aydın oldu? Bu kimdir? Hüseyin qulaq asırsan, gözün qızarıb hasan.
Fikirləşin də, bura yəqin ki, hamıya aydın olur. Demək, əgər mənim xəbərim burada nə nəticə edir? Axırda bunu silib, şəxslər üzrə başqa bir sıxıntı çəkəcək. Əgər mənim xəbərim üçüncü şəxs cəmdədirsə, 3 variantım var. Şəxssiz ola bilməz, mümkün deyil. Çünki şəxssiz üçün şəxs təhdədir. Bundan işim olmur. Bəli, mübtədanı açıqca verirsə müəyyəndir. Verməyibsə, artıq 2 fürsatım var. Yəni seçimim var. Ya qeyri-məndir, yəni. Mənası hamiyə aidsə ümumi götürəcəm, hamiyyətdirsə qeyri-müəyyən götürəcəm. Aydın oldu bu. İndi burada mən bir dənə ikinci şəxs yazmışdım. İkinci şəxs tək yazmışdım. Yəni sən. Deyilmi? Deyilmi? İkinci şəxs. İndi ikinci şəxsə, bəli, sual olan var. İkinci şəxs təkə baxırıq. İkinci şəxs tək bir ümumidə var. Bir də mən bura bütün şəxslər yazmışamsa, bir də burada var da. Əgər mənim xəbərim ikinci şəxs təhdədirsə, mən 2 seçimim var. Ya ümumidir, ya müəyyən. Bunda nə ilə seçim? Mübtədamı açıqca veribsə, adı üstündə müəyyən. Verməyibsə, axı bunun üçün də mübtəda olmalı deyil. Bax, mübtəda olmalı. Qeyri-müəyyən. Bax, ikinci şəxs bir burada var, bir də burada var. Bütün şəxslər yazmışam, baxın. Acımır. Bax, bütün şəxslər yazmışam. Deyək ki, əgər mənim xəbərim ikinci şəxsdəsə 2 seçimim var. Ya budur, ya budur. Mənası hər kəs üçündürsə və mübtada yoxdursa, ümumi. Gəlin nümunə yazaq, nümunəyə üstündə izah eləyək. Sizə asan olsun deyə. Düzdür? Məsələn, tutaq ki, bura deyirəm ki, sən, sakit, sən qalib olmusan. Qalib olmusan. Sən nə etmisən? Qalib olmusan. Kim qalib olub? Sən. Açıqca mübtadanı vermişəm. Elə. Bu müəyyən şəxs. Müəyyən. Aha. İndi bura bax. 100 ölç, 1 biç. Atalar sözüdür. Tanış gəlir. Sən ölç. Sən biç. Xəbərim ikinci şəxsdədir. Amma mübtada yoxdur. Bu nədir? Mənası hər kəs üçün. 100 ölç, 1 biç. Bu ümumidir. Bu ümumidir. Və bir şeyə diqqət edin. Bir şeyə diqqət edin. Bax. Burada mübtada var, burada yoxdur. Xəbərlər ikinci şəxsdədir. İkisində də ikinci şəxs təhdədir. Sən. İndi sizə bir şey deyil mi? Burada mübtadanı silə də bilər, amma o yenə müəyyən olaraq qalır. Bax. Qalib olmuşam. Sıradan adi cümlədir. Yəni demək istəyirəm, bax bu müəyyəni bu şəkildə də verə bilər. Hasa? Uzun sözün qısası. Mübtadanı istəyirsən açıqca versin, istəyirsən gizlətsin. Fərqi yoxdur. Əgər mənim cümləmin mənası hər kəs üçüncüsə ümumidir. Lak mübtadanı verməmişəm, qalib olmuşam. Verməmişəm, o yenə müəyyəndir. Niyə? Onun mənası hər kəs aid deyil, sıradan adi bir cümlədir. Bir nəfər aid olan bir şey. Kim çatıra bildim? İndi yaxşı, mən cümlələr deyirəm, seçin görüm hansıdır. Yaxşı? Məsələn, bir şey dedim. Biz ümumi şəxsli cümlələrdə atalar sözü və məsələlərdən daha çox istifadə edirik. Amma bir şərt. Səni testdə çaşdırmaq üçün test dolu da atalar sözlərindən. Elə atalar sözünü görən kimi, ay bunun mənası hamıya aiddir, müəyyən ümumidir deyib qaralama. Valla elə atalar sözü var, mübtadası var. Sən ona nə haqla ümumi deyirsən, nə olsun hamıya aiddir. Buna bax, buna bax. Ay. İgid ölər adı qalar. Mübtadadır. İgid əslən ilk səsini çıxartdı, buradan kim ölər? Adı qalar. Bu atalar sözünün arxasını bilən var. İgid ölər adı qalar. Müxənnətin nəyi qalar? Müxənnətin nəyi qalar? Müxənnət, yəni, bax, igidin əksi, antonimi. İgid bilirik də kimə deyir? İgid ölər. Kim ölər? İgid. Ölsə də adı qalır da. Müxənnətin nəyə qalır? Heç nəyə qalmır. Lazımsız adamdır. Nə edər? Qalar. Nə qalar? Adı. Baxın. Bu atalar sözünün mübtadası açıqca verilir. Mən buna... Və testdə bunu sağlıqlar. Uşaqlar, topu testindədir. Daldan atılan daş topuğa dəyər. Uşaqlar götürüb bunu ümumi deyə qaralayıb. Birincisi. O cümlədə xəbər üçüncü şəxs cəmdə deyil. Topuğa dəyər. Bu üçüncü şəxs təhdədir. Cəmdə larlar yoxdur axı orada. Larlar yoxdur. Bu bir, cəmdə deyil. İkincisi, mənim cümlənin mübtadası var.
Daldan atılan daş. Nə topuğa dəyər, nə daş. Mübtada var, mübtada var, müəyyən. Daldan atılan nə topuğa dəyər, daş. Atalar sözü mənasını bilirsiniz də, yəni. Sonraki peşmançılıq fayda verməz məsələsidir. Kim çox olar? Kim çox olar? Yox, o da toplu testində var. Açıqca mübtadanı verir. Atalar sözlərində cahil. Mübtadanı açıqca verirsə, bir mesaj getdi cahilin atasına. Cahil. Bir də başqa bir şeydir. Hökmən deyil, atalar sözü olmalıdır. Bəzən elə cümlələr var ki, çoxlar. Heç atalar sözü deyil, amma onun da mənası hamı üçündür. Hamı üçündür. Həmin məsələdir. Deyir, Zakatala meşəsində tez-tez ilana rast gəlirsən, sən rast gəlirsən, mübtada yoxdur, elə. Zakatala meşəsi ilandan doludur. Mən də geçsəm rast gələrəm, sən də geçsən rast gələrsən. Hamıya aiddir. Atalar söz deyil, amma ham. Və ya deyir ki, bu buzovna çimərliyində tez-tez zibillərə rast gəlirsən. Doludur da buzovna çimərliyi zibilliklə. Kim geçsə rast gəlir. Novxanı, buzovna. Mən də geçsəm rast gəlirəm, sən də geçsən rast gəlirsən. Hamı rast gəlir də ona hamı üçündür. Atalar söz deyil, amma mənası o da ümumi gedir. Yada qalar. Qaldı bizim nəyimiz? Şəxsizimiz. Bir də açar söz üçün deyim, burada bax, sanki, elə bil, güya, bu bənzətmə modal sözləri ki var, bənzətmə modal sözləri. Bunlardan daha çox burada istifadə olunur, qeyri-müəyyəndə. Deyir ki, elə əsəbləşmişdi, elə bir başına qaynar qazan tökdülər. Onlar tökdülər, amma onlar yoxdur. Onlar yoxdur, üçüncü şəxs cəmlədir. Mənası da adi sıradan demək qeyri-müəyyən. Onlardan daha çox burada istifadə olunur, qeyri-müəyyəndə. Gəldik şəxssizə. Uşaqlar, şəxssiz cümlələr həm ismi, həm də feili xəbərli ola bilər. Bu özəllik bir bunda var. Fatimə. Bir də müəyyən də var. Adın getdi qara siyahıya. İsmi və feili xəbərli. Bu xüsusiyyət, məharət bir də bunda var. Demək, ismi və feili xəbər. İsmi və feili xəbər. Məntiqli uşaq 4 variant arasında, 5 variant arasında düşünməz. Mənim xəbərim ismi xəbərlidir. Adlarla ifadə olunur. Feil yoxdur. Ay, mənim ikicə variantım var da. Ya müəyyəndir, ya da şəxssiz. Mübtədasını açıqca veribsə və bərpa edə bilirəmsə, bu müəyyəndir. Şəxsi cümlə elə bir cümlədir ki, ora mübtada əlavə eləmək olmur. Mübtada yoxdur. İş orası ki, xəyalən belə bərpa edə bilmirəm. Məsələn. Tutaq ki, buraya yazıram. Deyirəm, olsun, deyirəm, dünən, bütün, hələ feili xəbərli yazım bir dənə, bütün ərizələrə baxıldı. Yəni, baxıldı ki, görə şikayət ərizəsidirmi, xahiş ərizəsidirmi, nədirmi? Nə etdi, baxıldı? Nəyə baxıldı? Ərizələrə. Hansı ərizələrə? Bütün ərizələrə. Təyin. Nə zaman baxıldı bütün ərizələrə? Dünən, bu da mənim zərfliyim. Mübtada varmı? Yoxdur. İndi ora bir dənə mübtada, bir qoçaq uşaq istəyirəm, ora bir dənə mübtada əlavə eləsin. Hansı ərizə? İstəyirsən, ərizəyə əlavə eləyə bilərsən, O dünən bütün ərizələrə baxıldı, alınmadı. İnsan adı qoyaq. Tutaq ki, ora qoyaq bir dənə Bahadur adını. Bahadur dünən bütün ərizələrə baxıldı. O xitab olur onda. Tamamlıq olur axı. Tamamlıq olur axı. Sən bura subyekt əlavə eləsən, iş görən əlavə eləsən, məcbursan ona qoşma əlavə eləsən tərəfindən. O da olur tamamlıq. Qoşmalı söz tamamlıq olur da. Mübtada olası deyil ki. Mübtada olası deyil ki. O mümkün deyil. İndi ismi xəbərli. Nihat. Mən buradayım, mən orada deyiləm. Soyadın da deyək, Sadıqov Nihat. Valideyni işçisi. Onda təyin olur axı, hansı ərizələrə? Hansı ərizələrə? Onda təyin olur axı. Bütün ərizələrə bir-bir baxıldı. Hanı mübtada? Necə baxıldı? Bir-bir. Tərz hərəkət səhvdir. İndi gəldik ismə xəbərli cümlələrə. Bax, sizə iki düstur yazıram. 2 düstur. Test doludur bu düsturla. Yəni, sənin testinin 70%-i
şəxsiz cümlədən söhbət gedir. Bu düsturdadır. İndi ağıllı uşaq bu düsturu anında şuuraltı yeridir. Düsturun biri budur. De görün Bahar. Allah. Olimpiyadaya görə biz qabıqsadan keçmişdik. Qəşək. Yalik üstəgəl mənsubiyyət düsturu. Üçüncü ev ismi birləşmə. Üçüncü ev ismi birləşmə. Yalik üstəgəl mənsubiyyət. Bunu ki keçmişik, bilirik hamımız. Yalik üstəgəl mənsubiyyət. Bu düstura bir dənə idi səcəyi artırır. Bu hamısı bir yerdə xəbər. Məlum məsələdir. İdi, imiş, isə səcəyi. Nəyə qoş? Bax, bu sözlər. Buradan yazıram əlavə kimi. Yadda saxla. Yadda saxla. İdi, imiş, isə, sonra durdur, xəbər şəkilçisi, ən çox işlənənlərdir. Deyil söz. Baxın, Ayşə. Bu sözlər, özlər, bu şəkilçidir, durdur. Amma deyil, isə, imiş, bunlar hissəcik. Bunlar özləri təhkənə xəbər ola bilmir. Dərs boşdur, səslənəm. Bunlar özləri təhkənə xəbər ola bilmir. Özündən əvvəl nə gəlirsə, zəif olsa belə tərpənmirsə sağ. Sonra da yekunlaşdıraq. Söz də gəlsə, söz birləşməsi də gəlsə, bunlar ona yapışır, olur hamısı bir yerdə xəbər. Fikir çatıra bildim. İndi, yalik üstəgəl mənsubiyyət üstəgəl idi. Və bura oxu, bura qoyuram. Bunlardan hansı? İdi, imiş, isə, deyil. Yalik üstəgəl mənsubiyyət düsturuna bunlardan hansı birləşdiysə, hamısı bir yerdə gedir xəbər. Və bu olur şəxsiz cümlə. Bir də bu düstur, ikinci düstur. Yalik üstəgəl mənsubiyyət, üstəgəl frazem. Bunun hamısı bir yerdə olur xəbər və olur şəxsiz cümlə. Məsələn, nümunə yazıram. Məsələn, bax, test bu cümlələrdən doludur. Deyir, yazın, yəlik. Sakit ol. Sinifə gələndə nə yaxşı gecikə bilirsiniz? Sinifdən gec çıxmaq faci oldu. Zəng olmayıb hələ, otur. Sakit ol, bitirirəm. Nümunəni yazın, bitirək. Yazın son ayı idi. Bax, yazın, yəlik, ayı, mənsubiyyət, üstəgəl idi. Hamısı bir yerdə xəbər. Bu gedir şəxsiz cümlə. İndi frazemə baxın. Elçin qulaq as. Mənim, yəlik hal, ondan, zəhləm, mənsubiyyət şəkilsi. Mənim zəhləm. Düzdür, yəlik üstəgəl mənsubiyyət. Gedir. Baxın, zəhləm getmək frazeoloji birləşmədir. Parçalaya bilmərəm, zəhləm getmək. Mənim zəhləm, yəlik mənsubiyyət. Yenə parçalaya bilmərəm. Ayrılmaz bir zəncir var burada. Hamısı bir yerdə getdi şəxsiz cümlə. Bax, sənin testinin 70% bu iki tip cümlə üstündə qurulub, o düsturla. Bunlar gedir şəxsiz cümlə. Aydın oldu. Dayandır videonu.